Mən Əhməd Əlhəsən Minhüssalamdan öyrəndim ki, əvvəl mərhəmət və insanlıq gəlir. İnsanlıq dindən əvvəl gəlir. Mən Əhməd Əlhəsən Minhüssalamdan öyrəndim ki, kafir, ateist və ya narkoman olsa belə, bir gün mənə kömək etmiş bir kəsdən heç vaxt vaz keçməməliyəm. Mən Əhməd Əlhəsən Minhüssalamdan öyrəndim ki, insanların səhvlərini dilə gətirməyin özü bir səhvdir. Mən Əhməd Əlhəsən Minhüssalamdan öyrəndim ki, Allahın dininə xidmət etməyən şəxsin heç bir dəyəri yoxdur və Allahın dininə hətta bir qələm xətti ilə də olsa xidmət edən şəxsin dəyəri ölçülməzdir. Mən Əhməd Əlhəsən Minhüssalamdan öyrəndim ki, din başqaları ilə gözəl rəftardır və başqaları ilə gözəl rəftar etməyənin dini yoxdur. Mən Əhməd Əlhəsən Minhüssalamdan öyrəndim ki, Allahın sənin başqaları ilə bağlı şikayətlərini dinləməyə vaxtı yoxdur. O hər şeyi eşidən və hər şeyi biləndir. Onun bilmədiyi nəyi onu deyəcəksən? Mən Əhməd Əlhəsən Minhüssalamdan öyrəndim ki, yaxşı söz daha xeyirli və daha uzun ömürlüdür.